Allah'tan danışır. Sən o kəssən ki, belə elədin, sən o kəssən. Yəni, həyatı başdan başa Allahdır. Allaha müraciətdir. Deyir ki, ərz edir ki, ya Mevlaya, əntəlləzi mənəntə, əntəlləzi ən'amtə, əntəlləzi əhsəntə. İlahi, ey mənim Mövlam, sənsən mənə minnət qoyan, sənsən mənə neymət verən, sənsən mənə yaxşılıq edən, əntəlləzi əcməltə, sənsən məni gözəl yaradan, əntəlləzi əfzəltə, əntəlləzi əkməltə, əntəlləzi rəzəqtə, sənsən məni kamilləşdirən, sənsən məni fəzilətli edən, sənsən mənə ruzi yetirən. Əntəlləzi vəffəqdə, əntəlləzi ə'təytə, sənsən mənə müvəffəqiyyət verən, sənsən mənə əta edən. Əntəlləzi əğnəytə, sənsən məni zəngin edən. Əntəlləzi əqnəytə, sənsən mənə sərvət verən. Əntəlləzi avəytə, əntəlləzi kəfəytə, mənə kifayət edən sənsən. Əntəlləzi hədəytə, məni hidayət edən sənsən. Əntəlləzi sətərtə, eyblərimi örtən sənsən. Əntəlləzi qəfərtə, məni bağışlayan sənsən. Əntəlləzi əqəltə, sənsən ki, günahlarımı görməməzliyə vurursan. Əntəlləzi məkkəntə, sənsən mənə qüdrət verən. Əntəlləzi ə'zəztə, mənə izzət verən sənsən. Bəs hey, sayır, əntəlləzi şəfəytə, əntəlləzi afəytə. Allah'tan danışır, indi növbə özünə çatır.